Cəld və fərqlərinə görə məcbulların tapılması, yəni tam hissə modelidir. Biz bugün tam hissə modelinin köməyi ilə məsələlərin həll olunma qaydasını öyrənəcəyik. Yəni, belə bir məsələyə baxaq. Bir ailədə ata və oğlu yaşlarının cəmi 65-dir. Ata oğlundan 35 yaş böyüdür. Oğlunun neçə yaş var? Əvvəllər bu tipli məsələlər seçmə üsulu ilə həll olunurdu. Yəni, ədədləri seçildik. Hər iki şərti yoxlamaqla məsələ həll olunurdu. İndi isə bu məsələnin həllini tam hissə modelinin qurulması ilə öyrənəcəyik. Bu məsələdə tam, ata və oğlun yaşlarının cəmi, yəni 65 hissələr, oğlun yaşı və atanın yaşıdır. Modeli qurmaq üçün əvvəlcə oğlun yaşına uyğun bir hissə, yəni bir düz bucaqlı çəkdir. Atanın yaşına uyğun hissəni çəkmək üçün isə ata oğuldan 35 yaş böyük olduğu üçün bir düz bucaqlı və üstəgəl 35 şəklində göstərilir. Ata və oğlun yaşlarının cəmi olan ədədi, yəni tamı göstərmək üçün bu iki hissəni böyük mötərizəyə alırıq və tamı, yəni 65-i yazırıq. Gəlin bu modeli həll edelim. Əgər biz 65-dən 35-i çıxsaq, onda bu iki bərabər hissənin cəmini almış olarıq. Onda burada da göründüyü kimi 30 bölü 2 hissə, iki bərabər hissənin cəmi 30-dur. 30-u 2-yə bölsək 15, bu hissələrin biri deməkdir. Yəni, oğlun yaşı 15 olur. Atanın yaşını tapmaq üçün isə 15 üstəgəl 35. Yəni, atanın 50 yaşı, oğlun 15 yaşı var. Bu məsələ tam hissə modeli ilə həll olunur. Həmçinin biz verilmiş modelə əsasən də məsələ qura bilərik. Yəni, belə bir modelə baxaq. Göründüyü kimi, tam hissə modeli 3 hissədən ibarətdir. Və üstəgəl 20-lər bunu göstərir, 20 ədədlərinin yazılışını göstərir ki, hər hissə əvvəlkindən 20 vahid böyükdür, yəni çoxdur. Tam hissə 240-a bərabərdir. Belə bir modelə uyğun, bu cür məsələ qurmaq olar. Aytən, 240 səhifəlik kitabı hər sonraki gün, əvvəlki gündən 20 səhifə çox olmaq şərti ilə 3 gün ərzində o böyük qurtardı. Aytən, hər kitabın necə səhifəsini oxumuşdur? Gəl, baxaq. 240 tamı göstərir məsələdə. Əvvəlcə biz 240-dan bu 3 dənə 20-nin cəmini çıxmış olsaq, onda 3 bərabər hissənin cəmini almış olaraq ki, bu da 180 bərabərdir. Deməli, 180 3 bərabər hissənin cəmidir. Həmin hissələrdən biri tapmaq üçün 180 bölünür 3 yerə, bərabər olur 60 səhifə. Belə, onda əgər biz məsələni bu birinci gün, ikinci gün, üçüncü gün, günlərin nömrələrinə görə sayırsaq, oxunan səhifələr. Görərik ki, birinci gün 60 səhifə, ikinci gün 60 üstəgəl 20, yəni 80 səhifə, üçüncü gün 60 üstəgəl 20, üstəgəl 20, yəni 100 səhifə oxumuşdur. Deməli, biz verilən modelə görə məsələ qurduq, həll etdik, həmçinin verilən məsələyə uyğun tam hissə modelini qurub, həmin modeli həll etmiş olduq.